Əgər dediklərimiz öz ifadəsini tapmayacaqsa və həyata keçməyəcəksə, biz bura nəyə yığışırıq, nəyə danışırıq? Özümüzü göstəririk, quş qoyuruq ki, filan komitələrin icrası oldu. Cəmaatın dilində gəzən belə bir məşhur söz var. Hamı eşidib, kimsə deyə bilməz ki, yox, mənim xəbərim yoxdur. Cəmaat deyir ki, bu nədir? 5 manat pensiya artırıb, filan şey qalxıb olub 15 manat. Artırılmamış elə 5 manat alırdıq və belə sözlərin yayılmasına imkan vermək olmaz. Bu o deməkdir ki, gördüyün isbatlı bir işi zayləyib atırsan çölə. İzahat aparılmalıdır. Cəmaat televizorda bu şeyləri eşitməlidir, anlamalıdır və dərk eləməlidir. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün kitabxanadan çıxıb sağa, sola, önə, arxaya evlərə girirlər. Xahiş eləyirlər, yalvarırlar, əzab çəkirlər. Ay, geçə kişisən, keçən il dedim də bunu sənə. Vay, belə şey olar. Onda biz bura nəyə yığışırıq? Düşməyə yaxşı, başa düşdük. Söz demişəm, mən deputatam. Sən məni niyə utandırırsan onların yanında? Mən onlarla qarşılaşıram. Yapın böyründədir o kitabxana. Yapı gedirəm, qərargahımdır. Mənə deyirlər ki, mənə oldu? İroniya ilə, belə xoşa gəlməz bir tərzdə, replika ilə. Cəfər müəllim, mən niyə biabır eləyir?